Salam, sabahınız xeyir. Evimə yeni bir videoma xoş gəlib, səfalar gətirmisiniz. Nərgiz xanım çıxana qədər 3 dənə kofta dəyişdi. Mən də o birisi dünən izlədiyiniz videonu bitirdim. Yeni bir video başlattım. İnşallah axıra çatdıraram. İnşallah. Belə bunları qatlayaq, yerinə qoyaq. Qız öz geyimi ilə razılaşmır. Onu soyunur, bunu geyinir. Bunu soyunur, onu geyinir. Axırda da yenə dünən geyindiyin geyinir, gedir. Eyni mənim kimi. Ev paltarlardı. Bunları yığmayacağım. Bunları belə qoyacağım, gəlib geyinir. Bu arada dünən yumuşdum, gedəndə yığdım, attım. Kimononun biraz boynunda nəmliyi var idi. Dedim, səhər gələndə götürərəm. Həyətdə qalır, tez toz olur. Nərgizi və sabah səhər görəcəm. Bugün orada qalacaqlar. Gün ortanmayan gəlməyəcək də. O gələndə də axşam mən işdə olacam. Elə. Otaqları səliqəyə salacağım. Bugün bir dənə pilisos edəcəm. Polvat silmək fikrim yoxdur. Gedirəm kuxniya. Gedim yeməyimiz salımızı pişireyim. Əsas yemək hazır olsun. Bəyin də otağı hazır. Bir izləyicim yazır ki, mənim oğlumun 20 yaş var, yazıb 21 yaş var, səhv eləyərəm. Yaş axır ki, böyükdür. Deyir ki, o evi bir hala salır ki. Qız sözü demək olmur. Deyir, otaq mənimdir, mən belə yaşamaq istəyirəm. Dağınıq yaşamaq istəyirəm. Dünən bir dənə video paylaşmışam. Corabları da götürün. Hər otağı olmasa da corab mütləqdir. Hamımızın corabları. Mən də kişidən betər olmuşam, valla. Mən də gələn kimi soyunu batıram. Nəysə, maşını da qoşacam. Göstərim mi? Nərgiz yedi. Mən alışveriş elədim, gətirdim, qoydum. Bomba düşüb. Hələ ət çəkəcəm. Nəysə. Hə, bir çox xanımlarımız yazdı ki, Sol dəyişilməmsən. Bəzilər dedi, dəyişilmirsən. Bir çox xanımlarımız deyir, Sol sən arıq sənə yaraşmır, orada çox arıqsan. Orada mən Herbalife işləyirəm. Üstündən düz 10 il keçib. Orada mən 57 kiloyam. İndi maşallah 72 kiloyam. Bəs mən sizə onu deməyə çalışıram ki, mən arıqlayanda üzüm onsuz da normal həyatda mənə görsünüz, üzüm bu boydadır. Videoda iri düşür insan. Normal həyatda görsünüz, görəsiz ki, həqiqətən də üzüm balacadır. Bədənim iridir. Raxidəm elə bir. Niyə beləyəm ki mən? Normaldır o, normaldır. Bəzilərinin üzü, məsəl üçün, bəzi xanımlarımızın üzü iridir, bədəni incədir. Məndə əksinədir. Nəysə, canımız sağ olsun. O şəkildən demək istədiyim ki, 10 il keçib. Qız 10 il bir igidin ömrüdür. 10 il bir igidin ömrüdür. Əlbəttə ki, dəyişiləcək. Çox sağ olun. Gözəl sözlərimizə görə, xoş sözlərimizə görə. Bəzi izləyicilərimin indi görmürsə, short bölməsinə girsin kanalında. Orada paylaşmışam. Ara-ara heyheylər gələndə solmaz. Keçmişə zada qayıdır. Belə mahnılar çıxanda xoşuma gəlir. Deyirəm ki, sizə də bir dəyişiklik olsun. Nəysə, başlayaq. Dünən axşam mənə Nərgiz yazıb ki, ana, deyirəm, hə, sən görsün ki, sənin oğlun kuxnyanı bir vəziyyətə salıb. Dedim ki, gəlib onu öldürəsin. Qız elə belə dağıtmır. Vallahi elə belə dağıtmır. Duzu orada dağıdır, bunu burada dağıdır. Dünən popcorn partladıb. Deyirəm, ay Nərgiz, nə yaxşı partlatmışsan? Deyir, mən eləməmişim, ataş eləyib. Mən deyir, gələnə qədər ataş eləyib. Kuxnyadadır, bütün gün dağıdır, tökür. Mən gedəndən sonra, mən evdə olanda eləmir. Ya yemək qızdırıb yiyəcəksə, bilmirəm, yeməyi tavada qızdırdın, qaba qoydun, oturdun yedin. Başqa nə dağıda bilərsən ki? Yenə hər şey tör-töküntü, dağınıq yaşayır da bu uşaq. Canı sağ olsun, dağıtsın, töksün, amma gəlir hərdən solmaza cillət gəlir, coşuram. Sonra deyirəm, nəhlə ki, o şeytandan heç olmaz. Qoy dağıtsın. Belə, Anjela həmişə deyinir də, danışırdı mən işdə olanda. Sən bu oğlun, ana, sən bu oğlun.
Sonra Ataş xəstəxanada oldu. Biz bir ay больницada olduq. Deyir ki, ay ana, evi təmizləyirəm, elə qalır. Heç mən 10 gündə ev təmizləmirəm da. Nətər var elə qalır. Nərgiz onda zborda idi. Seyidxan bütün gün bizim yanımızda idi. Gəl, ged, ora qaç, bura qaç. Mənlə Ataş xəstəxanada ancaq tək qalırdı. Seyidxan axşamlar gəlirdi evə. Deyir ki, Ataş xəstəxanadan çıxsın, day deməyəcəm ki, evi dağıtma, qoy dağıtsın. O günlərim yadıma gələndə deyirəm ki, canlar sağ olsun, qoy dağıtsınlar, töksünlər, heç olmaz. Belə, həyatımız da maraqsız olar, sizə də video olmaz, olmaz kimdən şikayət eləyər, o dağıdıb tökməsə. Nəysə qızlar, yığışdırın, başlayayım, əti çəkim, qəşək təzə qiymədən dolma eləyim. Aldım Araz marketdən. Dünənki videoda almışam, amma çəkmədim də, elə danışdım, sağollaşdım. Meyvə var deyə meyvə almadım. Belə reyhan keçmiş aldım, hərisindən 2 dəstə. Biber aldım. Qız biber 4 manat. Badımcan da 4 manat. Az aldım, niyə? Çünki Nərgizlə Ataş elə də badımcan biber yemir, Ataş biberin için yeyir, ətin. Soğan aldım, soğan ucuz idi. Və belə pomidor aldım. Bunlar marketdə yaxşıdır, seçib alırıq. Burada da seçib alabilirik. Bazarda qoyurlar seçməyə. Bir də xiyar aldım. Qız fikir verir. Bazar kraliçəsi olmaz, bazara getmir. Gedə bilmirəm. Niyə gedə bilmirəm? Başım çıxmır. Bazar məndən imtina eləyib. Bu vaxt olardı, solmaz sumka bazardan daşıyardı, gətirərdi. Niyə getmirəm ki? Heç getmək istəmirəm. Vallahi. Elə buradan biraz nə lazım olursa gündəlik alırıq. Belə qızlar. Bir qabımızlarımızı boşaldaq. Seyidxan gedəndə bir dənə Seyidxan qalıb. Nərgiz də getdi, Ataş da getdi. Bir dənə Seyidxan qalıb, indi o da gedəcək. Zibri zadı hazırlayım, qoyum, çıxanda parlatır. Ataş eləyib popcorn. Bu qalıb. Bunu da yeməyəcəklər. Aparım. Həyətdə quşlara verim. Geç Ömür. Görürsünüz, hər gün süpürsəydi, hər gün belədir. Pis günə qalır. Düş. Ben badam qırıb baxmaq istəyirəm içinə. Görün bərkib, bərkiməyib. Gəlin yiyin. Dayansın qıraq baxaq. Böyüyün qıraq. Daşın gözəlliyinə baxın. Nə qəşəng daşdır. Qırdım, hələ tam bərkiməyib. İndi bərkimək istəyir. Gördünüz. Balaca belə. 10 günə zada qəşəng sütül olacaq, yeməli olacaq. Gül də soğuk, bunu da atar. Bu 100% Ataşın əlindən düşüb yerə. Baxın, yaxşı elə sınmayıb. Bir qapaq əyilib, özü sınmayıb. Hələlik qoyun, amma zibil qabın yuyacaq. Bu da hansınsa ciyəri yanırmış suzdan. Buzu götürür. Bu xaladı mütləq pastayı uydurur. Bundan 2 dənədir. Nərgizin termal qabı var.
sumkası daha doğrusu. Onun içində. Böyle. Böyle 2 dənədir. Buna sərin qalmaq üçün o sumkanın içine koyuyorum. Böyle. Hatta birin üstdən. Böyle. Yine xaladenikasını doldurup koyuyorum. 2 dənə oradan buradan çıxan qablar. Onları tezliyim. Sonra keçim yeməyini hazırlayayım. Evi istəyirəm bu şüşəni siləm. Bunu silsəm öz otağıma da gələsirəm. Niyə? Çünki qapağın görünü düzəldə bilərəm. Bu ikisi küçüyə baxır deyə. Birini siləndə o birisi pis görsün. Bəlkə ikisini də silək. Bunu nə ilə düzəldə bilərəm mən? Bu silib bunu da düzəltməz. Taxta ilə düzəldə bilərəm. Belə düzəltdim, duz da doldurdum. Mən buna iri duz, xırda duz qarışıq eləyirəm. Niyə? Çünki bunun ağzı çox iridir. Xırda duz tökəndə çox tökülür. Amma belə qarışıq eləyəndə elə o irilər tutur gözün. Az gəlir də. Lazımdır ki Seyfxan qoşdu onu. Gəlir səsi. Hə, nəysə. Nədir? Bundan almaq lazımdır. Bundan məndə var idi 3 dənə qara istiot, nədir? Qırmızı istiot, bir də duz eləyirdim. O ikisi sınıb gözümüncüğü bir dənə bu qalıb. Bu da deyəsənlə sınmaq istəyirmiş, dayanıb. 3 dənə lazımdır mənə belə almaq. Amma alanda bundan sonra diqqət eləyəcəm. Çox iri olmasın bax bu gözləri. Dağları bitirdim, badımcanla biberləri qoydum kızarmağa. Mən kızardıram, bilmirəm kim nətər eləyir. İndi van podda qoyacam. Nədir? Badımcanı köftədir çox adam. Badımcan olsa başlasın tatsızdır, tərəvəzdir. Onu da köftədəndə dadı başlayır qaçır. Mənə kızardılmışı dadlı gəlir də. İndi hərənin pişirmə qaydası var. Mən belə pişirəm. Bir də çox adam badımcan biber dolmasına düy də vurur. Çiğ ətdən. O da mənim xoşum gəlmir. Yemişəm. Amma xoşuma gəlmir. Mən ancaq soğan, qiymə, duz, istiot, sarı kök, bir də içdən pomidorun içliyindən biraz doğrayıram. Keşniş, reyhan. Əvvəl reyhan vurmurdum, göyərti ümumiyyətlə vurmurdum. Onu da siz mənə öyrətdiniz. Allah razı olsun. Reyhandan çox dadlı olur. Bir də badımcan üçün bir dənə reyhan, bir yarpaq reyhan qoyanı. Onu da siz mənə öyrətmişsiniz. O da dadlı olur. Bir tikə yemək yeyirik deyə nə mücabilələr verilir. Yarpaqlı olmasa elə bükəndə bəla. Bunu da o qədər proses bitsin, o telefon yetər. Bunu da o qədər proseslərdən keçir ki. Neyse, eləyir. Birinci, mən ömür boyu belə eləmişəm pomidor. Baxın, bu formada. Birinci el elədim 2 dənəsini. Sonra 3-cü eləyəndə yadıma düşdü ki, siz mənə demişsiniz ki, arxa tərəfdən elə, qabaq tərəfdən eləmə. Onda pomidor dağılmır. Düzdür, belə sərt pomidorlar seçib almışam. Yumuşaqdır. Amma yenə də dedim ki, belə eləyir. Bıçaq oyanır. Biber, badımcan qızardı. Onları indi çıxarıb qoyacağım soymağa. Ona qədər bunun için hazır çıxardım. Bunu da bu özəyini belə çıxardıram. Sonra doğrayacağım, özəyini götürəcəm üstündən. Biraz üstünə tökəcəm pişəndə. Biraz da ətə tökəcəm. Bu içlikdə. Belə. Sonra keçim əti çəkeyim. Nədir? Soğanı qovurum. Soğanı qəşəng qovururam. Sonra əti əlavə eləyirəm. Ət də biraz qovurulur. Sonra xodunu alıram, vam xodda qoyuram, ət pişir. Bu dolmaya düyü yaraşmır. Biber dolmasına hə yaraşır. Tək biber ki eləyirik ha. Ona çox yaraşır. Buna qızarmış ət yaraşır. Qovrulmuş qiymə. Çox ləzzətli olur. Sonra da qoyursunuz qəşəng bol ha bol yağa düşür. Süper olur.
2 dənə qaldı. Pomidor çox oldu. Niyə? Çünki həm pomidor ucuz idi. Çox aldım. Biberlə badımcan az oldu. Onsuz da badımcanı mən yeyirəm, biraz Seyidxan yer, uşaqlar yemir. Heç vəbşə nə ətin yemirlər, nə özün yemirlər. Ona görə 4 dənəsini götürdüm. Ən çox pomidoru yeyirlər. Ataşda biberin için ətin yeyir. Allah həkə. Buradan da kəsəndə özəyi var axı burada. Ona görə o biraz çətin kəsilir. Belə var oyanlar. Nəyəsə için oyub çıxartmaq üçün o yaxşıdır. Mən o bəlkə də bir çoxunuzun evində var. Mənim evimdə olmayıb, heç ömür boyu da olmayacaq. Çünki həmişə fikirləşirəm ki, artıq rasxoddur. Bunu evdəki bıçaqla, qaşığınla da eləmək olursa, ona niyə əlavə pul verim? Ona görə deyirəm lazımsızdır. Məndən böyük bacımda elə şeylər çoxdur. Xırda. O qədər şeylər var ki, ay Allah, ölçü qaşığı, nə bilim, o, bu. Mən elə şey... Adi çömçədir. Bir dənəsi varsa, ikincisi yoxdur evdə. Əvvəl məndə vardı dəst olanlar. İnansız baxırdım, içəm uzun vilkası var. Bu nəyə lazımdır? Tulluyurdum. Əslində lazımdır da peraş qızaq çıxartmaq üçün. Bu nəyə lazımdır? Tulluyurdum. Belə, bunu qəşəyində. Şimdi bunu doğrayacağım. Belə, üzərini çıxardıram. Bu qədər göyərtini də 2-3 dəfə yumuşam, qoymuşam qəşək suya. Mən bu işlərimi görənə qədər o suda dursun. Bakının göyərtisi bilirsiniz də bütöv qumdur. Nə qədər də təmiz yusun da qum olur. Ona görə işlərimi bitirənə qədər saxlayıram suda. Saat neçədir? 9-10 dəqiqə qalıb. Hələ acmamışam. Ona görə deyirəm bu işlərimi görüm. Sonra özümə yemək hazırlayarım. Qapı bağlı, mən də öz üzümlə danışdım. Seyidxan müəllim, yersən yemək? Yumurta pişsin. Ha? Yersən? Во втором раунде Зинат, видимо, осознал, с кем имеет дело и стал драться чуточку осторожнее, работая и на отходах. Зрительные силы. İçliyi belə qəşəng, bol, yağlı hazırladım. İndi dolmaları doldurmağa başlayayım. Onlar burada hamısını hazırlamışam. İçlərinə biraz duz səpdim, pomidorların, biberlərə yox. Burada hamısına 2-2 yarpaq reyhan qoymuşam, biraz da duz səpmişəm. Yeməyimiz hazırdır, çox qəşəng pişdi. 1 ton qab qaşıq yudum. Uşaqlar çöldə butulka ilə oynayırlar, səs gəlir. 1 ton qab qaşıq yudum. Onları yerinə yığdım. İndi bu ət maşına dəsmalın üstünə qoymuşam ki, suyu tam çəkilsin. Axşama qədər işə gedəndə yığıb qoyub gedərəm. Belə mən həmişə demişəm bir neçə dəfə, amma indi yenə də deyim ki, maşının bıçağını mən xaladelnikin buzxanasında saxlayıram. Onu da mənə bir rəfiqəm örgədib. Bilmirəm deyir ki, itlənir, yəni köhnəlmir bıçaq. İndi bunu atacam buzxanaya, işlədəndə yenə çıxardıb işlədirəm. Qalır pastanla buzxanada. Gedəyim bir stəkan çay içək. Elə üstümə birdən bir dənə ağırlıq çöktü. Bilmirəm niyə. Qrupda yazıblar ki, Ataşdil 5 dərsdən çıxacaq. Amma mənim qoçaq oğlum həmişə çıxır məktəbin həyətində. Bilmirəm, nə iş görür, başım çıxmır. Deyirəm ki, sənlər niyə gec gəlirsən? Deyir, ana, neçə dəfə deyim ki, mən dərsdən çıxan kimi evə gəlməyəcəm. 5-10 dəqiqə uşaqlarla vaxt keçirdirəm. Deyirəm ki, hə, yaxşı. Ona görə daha zəng zad eləmirəm. Əslində telefon üstündədir, bugün götürüb. Heç vaxt aparmır. Amma bugün götürüb, nəysə. Yəni, çayımı içim, özümə gəlim. Anjela zəng eləmişdi. Bir xeyli onlarla görüntü ilə danışdım. Siz axırıncı məni evdə gördünüz. Yemək pişirəm. Sonra qəşəng 2 saat yatdım. Doydum mu, doymadım.
Belə işdə. Sonra durdum qaçaqonla. Bir-iki dənə qablar çıxmışdı. Onları da yudum, evdən çıxdım. Gəldim yoldan kişilərə belə yemək aldım. Quru ilə bunu qarışdıranda yaxşı gelir. Nədir bu? Kimdi o? Timur o bizim maşındır. Yox. Gel bizim yola. Bizim olmayan şey, bizim döysə denən yox. Bəlkə başqa uşaq da onun yiyəsi axtarır. Uşaq çoxdur maşallah bu gün parkda. Bunları aldım, sonra nədir? Çıxdım, gəldim. Ürəyim bir tərin oldu. Bunları Nərgiz verin mənə. Ki qoysun bu, arada bir yiyim. Bir ara çox pis olurdum metroda zatdan. Amma indi elə deyirəm. Çağırsak. Ne istersen? Telefonum düşer, telefonum düşer. Onda burada sakla. Ne dediler bahçeden? Cabra söz verin. Bundan bol bol şikayet geldi. Derler ki durmuş. Cabra, buraya bunun kombinine bakın. Senin kombini bir yesinler. Orada dur. Yubkasına zadına bak. Dişini çıkartmışam. Cabra denen adam. Dişi çıxartdım. Bunu sən kim gətirdi? Onu Fey'e getirdi. Feyə gətirdi. Bayıldım da bu kukluya. İnarsız ürəyim getdi. Mən belə çiçəkli şeylər xoşlayıram. Rəngi də lap. Neynəmsən bu? Hə, donun içinə girim. Güzel paltarım. Bəs dünən dedin soli sənə verirəm. Vermirsən? Vermirsən mənə? Hə? Dünən deyirəm nə gözəldir, deyir söyle mən sənə verə bilərəm. İndi fikrindən yayındı. Yazğın saçı nətər eləyib? Ben eləməmişəm. Kim eləyib? Hadi deyil. Niyə vermirsən ki xədici? Dolaşdım. Get oyna, get. Timur orada da. İsmet. Gesi Timur orada. Orada da. Hadi gel de. Nerede kızım? Ne oldu? Mənə versin. Pesman olduğunu dedim vermirəm. Ha? Dede. Hı. Bakın. İkimizin de saçımız vız-vızdır. Yok ben Gel bura görüm hələ. Dur burada görüm. Bunu belə yığıb ki, yəni belə bunu biraz möhkəm yığsın da. Heç olmasa yığmayın. Eləmə düşüb telefon sınar qismən. Sən niyə incidirsən ki cəmaatı balam? İncitmirəm. Nətər bağçada müəllimə şikayət elədi səndən. Niyə? Hastayanla şikayət gəldi. Müəllimi ilə çıxdı ki, tükənmişdi müəllimə. Nədə yıxdın? Gör nə qəşəng oldu. Qəşəng oldu, indi. Görmürəm. Görməsən yaxşı. Çək. Nəyə çəkim? Bu da yorub mənim videolarımı çək, şəkilimi çək. Dişin çıxartdığım videoya neçə dəfə baxmısan dişini çıxartdığım videoya? Hə? Ay qız. Dişini çıxartdığım videoya neçə dəfə baxmısan? 100 dəfə. 100 dəfə. 100 yalan olar. Belilir. Soli. Xalalar nə dedilər mənim dişimi çıxardanda? Deyirəm ki, deyə bilmədilər xalalar, çünki yorumlar bağladı YouTube. Hə, sonra əmisi dedim, dili vurma, yenə əyri çıxacaq. Sonra əmisi deyir, malades mənim qızıma, malades. Dili vurma yerinə, onda əyri çıxır dişlərin. Çək baxın da, nə gözəl olur. Nə gözəl olur, görürsən də burada nə gözəl olur. Hə. Gözəlsin, gözəl.
Yok. Gel Ada. Gel kızım gözə tikilsən. Ha, ne oldu? Qışqırma. Sonra ne istiyordun? Bu İndi qaydanda sən eləyərsən balam. İndi qaydanda sən eləyərsən. bebeğim. Ay Allah, lift basmaq olsan davadır. Nəysə, gedirik evə. Ay, yaxşı. Biri su istəyir, biri nə biləm onu istəyir, bunu istəyir. Qışqırma da yaxşı. Dedim gedim tez evə bunları işlər. Biz evə getdik də, qayıtdıq da. Getdik yeməyimizi, zadımızı götürdük, gəldik. İnansız bisetkalarda cavan qızlar, oğlanlar bir qız, bir oğlan məsələn. Prosto oturub söhbət edirlər, heç sən yeyib eləmirlər. Bir dənə yer tapmadıq ki, uşaqlara bir tikə yemək verim. Eləmə verəcəm. Evdən nədir? Makaron, bir də kotlet vardı. Götürdüm ki, burada yedizdirim bunları. Salfetka zat hər şey götürmüşüm. Bir yer tapa bilmədim ki, bu uşaqları bir yerə otuzdurum. İndi özüm bir bunları yedizdirəcəm. Gözlədim. Buddun, al. Gəl bura gitsin. Bu tərəfə keç. İndi kotlet işte üstünde. Ben de kafes yok. Döyük kotlet qabağında. Qızım, ağzın bir damcı da deyirsən, mənə çox ver. Nətər çox verim sənə? Deyir, mənə çox ver. Mən də bir tərəfdən çayımı içeyim. İsmət, boğularsan, hamısı basma, dişdə. Otur qızım. Otur, elə şeylər eləmə. Kotlet əllərinə vermişəm, salfetka gətirmişəm, siləcəm. Elimden bırak. Makaronu mən verim, kotletdə özləri dişləyirlər. Səndə var ki, ala balam. Gəl. Boğularsan, nə o qədər doldurum sana ağzına. Şuna başla verdi. Al. Bunu ala ki, onun üstündən dişdə. Ağzına yer olmur sonra. Al. İsmət, gəl. Dişdən üstündən kotlet. Gəl bura. Asamsın basmadan boğularsan. Timur, bura gəl. Ala, qız ağıllı bana. Gəl. İndi su verəcəm sizə. Ada, gəl otur. Adam gəzə-gəzə yemək yemir. Bura gəlin. Yedilər, içdilər. İndi də qaçıb oynayırlar. Düşürdürəm indi aşağı böyük parka. Orada oynasınlar biraz. Zibilimizi də yığdıq, yığışdırdıq, atdıq. Evə parlasıları götürdüm. Belə, gedək. Aparım uşaqlar biraz oynasınlar, sonra gedərik. Burada da maşallah o qədər uşaq var ki, oynayırlar. Biraz da burada oynasınlar, sonra gedək. İsmət makaronu dağıtdı. Şalvarım oldu, bütün yağ ləkəsi. Bilmirəm onu nə ilə aparacam. Özü pis yerdən dizim tərəfə dəydi. Oynayırlar, o fırlananın içindədirlər. Buradan baxıram. Hava da biraz sərinləndi. Belə üşümürəm, amma sərinləyir. Oğlanların rubaşkası buradadır. Əgər üşüsələr geyindirərəm. Belə işlər. Yaxşı bir park var. Valla. Daha az qalıb. Sayılı günlərimiz qalıb Mərdəkən. Sezon başlayır. Solmazın gündə 5 saat yollarda qalacaq. 2 saat yarım o tərəf, 2 saat yarım bu tərəf. 5 saat nə deməkdir? Ay Allah. 5 saat yolda itirmək. Gəz ki, sol taksi ilə get gəl. Taksi 10 manat aparır, 10 manata gətirir. Hələ keçən elə idi, 20 manat. Elə daha maaşımın hamısını verim taksilərə. Görək inşallah nətər olur. Ora bir dənə avtobus, normal avtobus açılmır da. Var, bakubuslar açılıb, amma şüvələnə zada gedir. Yəni, sırf uşaqların bağı olan yerdə 141 gedir. 141 nömrəli avtobus gedir. O da maşallah. Elə gedir, elə gedir. Lap Nuhnəmdən qalma avtobusdur. Orada yaşayanlar bilir. Takkatuk, takkatuk. Zülüm bələ ilə gedib çatırıq. Nəysə, sağlıq olsun. Gedərik, neyini.
Onsuz da qısadır, 3 ay yaydı da orada. Oradan bir tərəfdən yaxşıdır mənə. Gələndə düz bazarda düşürəm. Basmoyda. Alınan şeyləri alıb gəlib banka balonumu rahatçılıqla bağlaya bilirəm. O yaxşıdır. Amma belə bazar görmürəm. Birbaşa gedib evə çıxıram. Dən balaca uşağı var, çıqqılı deyil. 2 yaş olar, amma maşallah danışır. Gəlin deyir, sumkanı axtarır. Deyirəm, nə axtarsın? Deyir, maşın var sizdə maşın. Həmişə görür uşaqlar maşın gəzdirir, oynadılar özlərini. Deyirəm ki, yoxdur balam, boş qablarda. Deyirəm, sabah gətirərəm, oynayarsan. Deyir, yaxşı, gətir. Maşallah, dili tez açılıb, oğlan uşağı. Allah bütün balaları qorusun. Ya Rəbbim, ya Rəsulallah. Gedim mən. Oynayırlar hələ ki orada. Yəqin ki, bir saatda burada olarıq. 8-in yarısıdır. 9-un yarısına qız adına qədərini oynasın. Oynasınlar, tez aparmayacam. Niyə? Çünki daha yemək yeyiblər. Əllərin, üzlərin, dişlərin zaten fırçalayarlar. Belə bir yarım saat zat planşet verərəm, baxarlar. Yox, bugün verməyəcəm. Bugün cəzalıdırlar. Bugün özlərini yaxşı aparmayıblar. Ona görə bugün nə planşet var, nə telefon var. Biraz da evdə oynayarlar, televizora zada baxarlar, yatarlar. Nəsə gedim. Sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun. Özünüzə yaxşı baxın. Qismət olarsa sabah görüşərik inşallah.